Choose the correct variant. Doğru variantı seçin. Last year Emma a cake for her family. Everyone eat. Now she usually cakes on weekends. Zaman zərfinə görə düzgün zaman təyin etməliyik. Last year keçən il, keçmiş sadə zamana aid olduğu üçün biz birinci boşluqda, eləcə də ikinci boşluqda last year-ı əsasən keçmiş zaman təyin etməliyik. Çünki keçən il Emma ailəsi üçün tort bişirdi. Hər kəs onu bəyəndi. Və burada hər ikisi eyni zamana aid olduğu üçün baked və enjoyed, yəni keçmiş sadə zamanda olan feilin formalarına təyin etməliyik. C variantında bakes indiki sadə zamandır, D variantında bake indiki sadə zamanın cəm formasıdır və Y variantında enjoy indiki sadə zamana aid olduğu üçün bu variantlar artıq doğru ola bilməz. A və ya B variant arasında düşünməliyik. Və sonuncu boşluğumuzda now she usually cakes on weekends. İndi o adətən həftə sonları tort bişirir və buradakı now və usually indiki zamana aid olan göstəricilər olduğu üçün indiki zamanda bake ya da bakes təyin etməliyik. Mübtədamız tək olduğuna görə she üçüncü şəxsin təkidir və biz feilimizə s əlavə edirik ki, təkdə olsun. Bu isə B variantında doğru göstərilmişdir. A variantında bake cəm formasında olduğu üçün mübtəda xəbər uzlaşmasına əsasən yanlışdır.